Salam dostlar, bugün 6. sinif matematikkadan modul 4 tapşırıq 4 və onun zorunu işləyəcək. Başlayaq 4-ün 1-ci tapşırığından. Birinci tapşırığımızda deyir ki, cədvəlin hər elementinin adı nədir? Seçilmiş elementləri və adlar uyğunlaşdırın. Sütun, sətir, xana, bunlara uyğunlaşdırmalıyıq. Sütuna aid olanlar, yəni düz bir xətt düzlədir. Sətirə aid olanlar belə olacaq. 2, 3, 4. Ondan sonra xanaya da bir dənə belə xana götürürük. Bunlara aid olacaq bunlar. Cavab ver, davam et. Keçid ikinci tapşırığımıza gördüyünüz şəkillərdən hansı Vaqif dayının şəkildir? Ailə yığıncağına bütün ölkədə qohumlar gəlib, Kamran qohumların çoxunu tanımır. Baxaq cədvəlimizə ad, Paşa dayı, Vasif dayı, Mübariz dayı, Qaşqay dayı, saç düzümü keçəl, yaylıq ilə başını bağlayır Vasif dayı, Mübariz dayı klasik, Qaşqay dayı isə keçəldir, Paşa dayı da keçəldir. Geyim, Paşa dayı köynək, Vasif dayı dəri görəkçə, Mübariz dayı kostyum, Qaşqay dayı isə köynək geyinib. Eynək taxanlar isə Paşa dayı yaxşı görmək üçün eynək taxıb, Vasif dayı günəşə qarşı eynək taxıb, Mübariz dayı isə yoxdur eynəyi. Qaşqay dayıda eynəyi yoxdur. İndi deyir ki, şəkillərin hansı Vasif dayının şəkildir? Vasif dayıya baxaq. Vasif dayı saç düzümü yaylıq ilə başını bağlayır, dəri görəkcə, günəşə qarşı. Burada baxıdası ən birinci yaylıq ilə başını bağlayan adam yoxdur. Ancaq burada bu adamdır. O birişlər baxaq, dəri görəkcə geyinib bu adam və eynək də günəşə qarşı eynək taxıb. Bu adamda isə yəni belə deyək də Paşa dayı olur bu. Bu yaxşı görmək üçün eynək taxıb və bununla da biz gördük ki, Vasif dayı ən çox bu adama uyğun gəlir. Cavab ver, davam et. Keçid üçüncü tapşırığımıza verilənlərdən hansı cədvəldə qeyd edilməyib? Cədvələ baxın və hansı məlumatların qeyd olunmadığını müəyyən edin. Baxaq, idman növü futbol, hokey, handbol, voleybol, oyuncuların sayı 22, futbola, hokeyə 12, handbol 14, voleybol isə 12, top, futbol topa lazımdır, hokey top lazım deyil, handbola top lazımdır, voleybola isə top lazımdır. Qapı, futbola qapı lazımdır, hokeyə lazımdır, handbola lazımdır, voleybola isə lazım deyil. Keçidik bura. Deyir ki, hansı cədvəldə verilməyib? Voleybol oyunu üçün qapının lazım olub olmadığı, hokeydə oyuncuların sayı, handbolda oyuncuların sayı. Gördük ki, handbolda da oyuncuların sayı var. Voleybol oyunu üçün qapının lazım olub olmadığı, voleybol qapı lazım deyil. Burada da var. Hokeydə də oyuncuların sayı burada da var. Hokey 12 və axıra cavabımız hokey oyunu üçün hokey ağacının lazım olub olmadığı burada cədvəldə əks eləməyib. Ona görə də bu hokey oyunu üçün hokey ağacının lazım olub olmadığı cavabını seçirik və cavab ver, davam et. Keçirik 4-cü tapşırığımıza. Aşağıda verilənlərə əsaslanaraq cədvəl tərtib edin. Fransanın əhalisi 65 milyon, paytaxtı Paris, Böyük Britaniyanın əhalisi 1 milyon daha çoxdur. Paytaxtı London, ölkə Fransa, İtaliya, Böyük Britaniya, əhali Fransanın əhalisi 65 milyon, bunu qeyd edilir. Paytaxtı Paris, İtaliyanın əhalisi 60 milyon, paytaxtı Roma, Böyük Britaniyanın əhalisi 66 milyon, paytaxtı isə London olacaqdır. Yoxla və davam et. Keçirik 5-ci tapşırığımıza. Dostlar səfərə getməyə hazırlaşırlar. Cədvəldəki çadır sayılarına əsaslanaraq neçə insanı yerləşdirmək olar? Cədvəli böyütmək üçün üzərinə klikləyin. Deyir ki, çadırın növü sağ, 1 nəfərlik, 2 nəfərlik, 3 nəfərlik, 5 nəfərlik. Burada da cavabımız cədvəldəki çadır sayılarına əsaslanaraq deyir, neçə insanı yerləşdirmək olar? Burada da bizim hesablamamız belə olacaq ki,
gəlirik burada bir nəfərlik 1 qoyulub, biri 1-ə 1, sonra 2 nəfərlik 3 qoyulub, 3-ü 2-yə 6 və 6-nın üstünə 1 gəlir 7, sonra 3 nəfərlik 2 qoyulub, 2-nin içə 6, 7-nin üstünə də 6, 13, 5 nəfərlik 1, 5-i də 1-ə vuranda 5, o da 13-ün üstünə də 5 gəldi 18 edilir. Burada da cavabımız 18 olacaqdır. Yəni belə hesablayırıq, bu cavabı tapırıq. Keçirik 6-cı tapşırığımıza. Cədvələ əsasən boşluqları doldurun. Məryəm, Kəmalə, İradə, Səidə, boy, yaş, hansı sinif? Məryəm boyu 1 metr 57 santimetr, Kəmalən boyu 1 metr 78 santimetr, İradənin boyu 1 metr 61 santimetr, Səidənin boyu isə 1 metr 69 santimetr. Məryəmin 14 yaşı, Kəmalən 18 yaşı, İradənin 15, Səidənin isə 17 yaşı var. Məryəm 7-ci sinifdə, Kəmalə 11-ci sinifdə, İradə 18-ci sinifdə, Səidə isə 11-ci sinifdə oxuyur və burada da gələk nədir? İradə 7-ci sinif şagirdindən santimetr daha hündür, 15 yaşlı qız isə ən hündür qızdan santimetr daha qısadır. Deyək ki, İradə 7-ci sinif şagirdindən, 7-ci sinif şagirdi burada baxacaq ki, Məryəmdir. İradənin boyda 1 metr 61 santı, Məryəm boyu isə 1 metr 57 santıdır. Burada deyək ki, hündürdürsə 1 metr 61 santıdan 1 metr 57 santimetr çıxılır. Qalır 4 və burada yazılır ki, İradə 7-ci sinif şagirdindən 4 santimetr daha hündür. 15 yaşlı qız isə ən hündür qızdan santimetr daha qısadır. 15 yaşlı qız İradədir, ən hündür qız da burada Kəmalədir. Ən hündür qızdan qısadır. Burada da Kəmalənin boyundan 1 metr 78 santıdan 1 metr 61 santının çıxılır. Qalır 17 santı və burada 4, burada 17 yazılır. Cavabımızı qeydə alırıq və 7-ci tapşırığımıza keçirik. 7-ci tapşırığımıza pişik spraytına 1-ci nöqtədən 2-ci nöqtəyə keçməyə hansı skriptin kömək edəcəyini təyin edin. Şəkil bölməsinin üzərinə klikləyin. Bayraq kliklərinə keç x -100, y -100, 1 saniyə x 200 Y100 nöqtəsinə üz, bayraq kliklərinə keç x100, y100, 1 saniyə gözlə, x200, y100 nöqtəsinə üz, bayraq kliklərinə keç x100, y-100, 1 saniyə, x-200, y-100 nöqtəsinə üz. Burada da cavabımız bu cavab olacaq, yəni bayraq kliklərində keç x100, y-100, 1 saniyə gözlə, -200, y-dən -100 nöqtəsinə üz olacaq. Davam et. Keçdik 8-ci tapşırığımıza. Verilmiş cədvəl modelində hansılar orijinal obyektlərdir? Bir neçə doğru cavab var, indi mümkündür. Velosiped, leylək, turist, test. Çəki 10 kiloqram, leylək 10 kiloqram, turist 15 və stes 10 kiloqram. Yük yeri leyləkdə var, turistdə var, stesdə də var, içində də var. Deyir ki, verilmiş cədvəl modelində hansılar orijinal obyektlərdir? Burada yük yerdə olmaz, çəki də olmaz, ancaq velosipedlər orijinal obyekt kimi götürə bilərik. Yəni stes, turist və leyləşi göstərəcək cavab kimi və cavab verir, davam edir. Keçirik 8-ci tapşırığımızda keçirik və profilimizə geri dönürük və 4-cü tapşırığın ulduzuna keçirik. 1-ci tapşırığımızı siz özünüz edə bilərsiniz. 2 və 3, 4. 4-cü tapşırığımızda isə bizə sual verilib. Ondan və tapşırıqları sizin nöqtənizə bıraxıram. O yazmadı, bizim vaxtımız aparmasın deyə mən onları yazmıram. Bir çox məşhur cədvəllər mövcuddur. Onları kimlər istifadə edirlər? Cədvəl və cədvəllə işləyən peşə sahibini uyğunlaşdırın. Sivsevin və Mandeleyevin cədvəlləri barədə öyrənmək üçün Google-dan istifadə edin. Riyaziyyat müəllimi, kimya alimi, göz həkimi.
Burada riyaziyyat müəllimində biz bu cədvəl göstərəcəyik. Burada vurmalar verilib. Kimya alimində düsturları görəcəyik. Nələr var, nələr yazılıb burada. Göz həkimində isə hərflər görə bilərik. Yəni göz həkimi odur ki, gözü necə görüb görmədiyini yoxlamaq üçün bu belə hərflər verir ki, necə göz yaxşı görür, ya da necə pis görür. Bunlar belə uyğunlaşdırılır. Sonra da gəlib cavab verir, davam et, basırıq. Keçirik 5-ci tapşırığımıza. Cədvəli tədqiq edin və bütün doğru mülahizələri seçin. Bir neçə doğru cavab var.